Kəskin keçən havalar və güclü küləklərin gətirə biləcəyi təhlükə ilə bağlı ciddi xəbərdarlıqlar edilib. Bununla bağlı Çində, xüsusilə də paytaxt Pekin də daxil olmaqla şimal bölgələrdə xüsusi xəbərdarlıqlar var. Gündəm xəbər BBC-yə istinadən məlumat verir ki, güclü küləyin sürəti saatda 150 kilometrə çatacaq. Bu səbəbdən də açıq hava tədbirləri və məktəb dərsləri ləğv edilib. Bir çox şirkətlər isə işçiləri evdə qalmağa çağırıblar. Çəkisi 50 kiloqram yaxud da daha az olan insanlara isə küçəyə çıxmamaq tövsiyə olunub. Çünki bu qədər yüngül insanlar küləyin təsiri ilə xəsarət görə bilərlər. Pekində son 10 ildə ilk dəfə olaraq narıncı təhlükə səviyyəsi elan edilib. Sinoptiklərin proqnozuna görə bu fırtına şənbə günü ən yüksək həddə çatacaq və ən güclü külək dalğaları artıq bugündən başlayacaq.